Növbəti bir xəbərimizi çatdıracağıq. Təbii ki, Astara Sərhəd Gömrük Keçid Məntəqəsində təxliyələr davam edir. Təxliyə olunanlar arasında ümumiyyətlə müxtəlif ölkə vətəndaşları var. Bununla bağlı ətraflı məlumatı hazırda Astara Sərhəd Gömrük Keçid Məntəqəsində olan əməkdaşımız Cavid İmaməliyev çatdıracaq. Salam Cavid, buyur, söz səndə də, eşidirik sizi. Salam Simnara, hər vaxtınız xeyir. Bəli, ABŞ və İsrailin İrana zərbələri ilə bağlı İrandan ölkəmizə yerli və xarici vətəndaşların təxliyəsi prosesi davam edir. 28 fevral saat 08:00-dan indiyənədək 270-dən çox Azərbaycan və 1200-ə yaxın əcnəbi vətəndaş ölkəmizə təxliyə edilib. Ümumilikdə isə 48 ölkənin vətəndaşı İrandan təxliyə edilib. Bir məlumat da diqqətinizə çatdırmaq istəyirəm ki, bu gün gecə saatlarında BMT-nin Təhlükəsizlik və Mühafizə Departamentinin 15 əməkdaşı İrandan ölkəmizə təxliyə olunub. Eyni zamanda Serbiya, Slovakiya, İsveçrə, Bolqaristan, İtaliyada daxil olmaqla müxtəlif ölkələrin diplomatik nümayəndəlikləri də İrandan ölkəmizə təxliyə edilib. Həmçinin bir məlumatda diqqətinizə çatdırım ki, Türkiyə-İran sərhəddində vətəndaşların keçidi məhdudlaşdırılıb. Türkiyə Ticarət Nazirinin verdiyi məlumata əsasən yük maşınlarının keçidinə icazə verilsə də vətəndaşların keçidi məhdudlaşdırılıb. Bununla da Azərbaycan İrandan təxliyə edilən vətəndaşlar üçün əsas keçid məntəqəsi rolunu oynayır. Həmçinin bir məlumat da diqqətinizə çatdırım ki, dünən İran pilotsuz uçuş aparatlarının Naxçıvan Muxtar Respublikasına zərbələrindən sonra Nazirlər Kabineti müvafiq qərar imzalayıb. Qərara əsasən Azərbaycan-İran sərhəddindən yük avtomobillərinin keçidi qadağan edilib. Biz hazırda Astara dövlət sərhəddindən buraxılış məntəqəsindəyik. Burada vətəndaşların təxliyəsi prosesi davam etsə də yük maşınlarının keçidi qadağan edilib. Və bəli, indiyənə qədər 270-dən çox Azərbaycan və 1200-ə yaxın əcnəbi vətəndaş İrandan ölkəmizə təxliyə edilib. Təxliyə olunanlar xüsusi avtobuslarla paytaxtda, oradan isə aidiyyəti üzrə ölkələrinə göndərilirlər. Bu sırada çatdıracaqlarım bu qədər, söz yenidən sizdədir. Çox sağ ol Cavid, təşəkkür edirəm sizə ətraflı məlumat üçün. Biz isə davam edirik.